Salam hörmətli tamaşaçılar, Xəzər xəbəri izləyirsiniz. Prezident İlham Əliyev və Qırğız Respublikasının prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qırğızistan bütün təşəbbüslərdə həm beynəlxalq platformalarda, həm də iqtisadi ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da dəstəkləyəcək. Мы сегодня договорились поднять finansовую sostavляющую. Bugün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 2 dəfə 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil. Çünki fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızistanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsalı, yeni iş yerləri yaradır. Qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. Biz həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda Manas adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmətlə bağlı çox şey birləşdirir. Biz sizinlə həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bugün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir. Bir neçə il əvvəl sizinlə birlikdə Bişkekdə Qırğızistan-Azərbaycan Dostluğu Parkının açılışını da unutmayacağam. Bu parkda birgə əməkdaşlığımızın paytaxtdakı kiçik güşəsidir. Bugün bizim danışdığımız humanitar əlaqələr Qırğızistanda Azərbaycanın, Azərbaycanda isə Qırğızistanın mədəniyyət günləri müsbət ab-hava yaradır. Ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Еще раз демонстрирует, насколько близки наши народы. Qırğızistanda İssık-Kul gölünün sahilində 5 ulduzlu Baku Resort and Spa mehmanxanasının açılışı olub. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının prezidenti Sadır Japarov və 1-ci xanım Aygul Japarova, Özbəkistan prezidenti Şafqat Mirziyoyev və 1-ci xanım Ziroatxan Mirziyoyeva, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emomali Rəhman və Türkmənistan prezidenti Sərdar Bərdiməhəmmədov tədbirdə iştirak ediblər. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və 1-ci xanımlara İssık-Kul vilayətinin Karaoy kəndində tikilmiş mehmanxana barədə məlumat verilib. Bildirilib ki, Baku Resort and Spa 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub. Ümumilikdə 17 hektardan çox ərazisini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, gastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib. Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızistanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır. Bu layihənin icrası eyni zamanda dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızistan münasibətlərinin inkişafına töhfə verir. Prezidentin Qırğızistana səfəri ilə bağlı şef redaktorumuz İbrahim Kamiloğlu daha ətraflı danışacaq. Salam İbrahim, buyur, söz səndədir. Salam, hər vaxtın xeyir Arzu. Mən indiyə qədər olan proseslərə qısa nəzər salmaq istəyirəm. Qeyd edeyim ki, bugün Çolpanata şəhərində həm Qırğızistan, həm Azərbaycan üçün önəmli olan tədbirlər, görüşlər keçirildi. Səhər tezdən Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi baş tutdu. Qırğızistan prezidenti Sadır Japarov Prezident İlham Əliyevi qarşıladı. Daha sonra dövlət başçılarının təkbətək görüşü keçirildi. Sonra isə Dövlətlərarası Şuranın iclası baş tutdu. Daha sonra prezidentlərin iştirakı ilə Qırğızistan-Azərbaycan sənədləri mübadilə olundu və məlum oldu ki, Şuşa şəhəri ilə Çolpanata şəhəri qardaşlaşıblar, eləcə də Gəncə ilə Oş şəhəri də qardaşlaşmış şəhərlər oldular. Bundan sonra isə prezidentlərin özləri ən önəmli bir sənədi imzaladılar. İki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdıran, müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik haqqında müqaviləni imzaladılar. Sonra isə prezidentlərin təltif olunma mərasimi baş tutdu. Prezident İlham Əliyevə Sadır Japarov 1-ci dərəcəli Manas ordenini təqdim etdi. Prezident İlham Əliyev isə Sadır Japarova Heydər Əliyev ordenini təqdim elədi. Bundan sonra dövlət başçıları
mətbuata bəyanatla çıxış elədilər, önəmli məsələlərə toxundular, iki ölkə arasındakı münasibətlərə, müttəfiqliyə gələnə qədər keçilən yola və bugünkü iqtisadi məsələlərə toxundular. Mən onunla bağlı daha geniş danışıb vaxt almaq istəmirəm, çünki siz də məndən əvvəl məlumat verdiniz. Ondan sonra isə bugün ən önəmli görüşlərdən biri burada, Konqres mərkəzində baş tutdu. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşü baş tutdu. Bura Azərbaycan bu məşvərət görüşünə, daha doğrusu bu platformaya 2025-ci ildə qəbul olunub, ötən il qəbul olunub və bununla da C5 adlandırılan platforma C6 səviyyəsinə keçib, C6 adlandırılır hazırda. Burada da bəyannamə imzalandı, Çolpan-Ata bəyannaməsi və bəyannamənin qəbulu ilə bildirdilər ki, Azərbaycan Mərkəzi Asiya üçün çox önəmli bir tərəfdaşdır, həm də çox etibarlı bir tərəfdaşdır. Həm müəyyən nəqliyyat dəhlizlərinin üzərindədir, həm də digər ölkələrə göstərdiyi münasibətlərlə görünür ki, çox etibarlı tərəfdaşdır və lazım olarsa ölkələr bir-birinə çox lazım olan dəstəyi göstərərlər, layihəni birlikdə icra edərlər. Burada həm enerji, yaşıl enerji, eləcə də Xəzər dənizinin hövzəsində müəyyən tədbirlərin keçirilməsi və digərləri daxildir. Hələlik məndən çatdıracaqlarım bu qədər. İstədim qısa nəzər salım. Növbəti saatlarda da hər hansı bir yenilik olarsa da sizlərə çatdırmağa çalışacağım. Buyurun, söz sizdədir. Təşəkkür edirik İbrahim ətraflı məlumat üçün. Davam edirik, hörmətli tamaşaçılar. Birinci xanım Mehriban Əliyeva Çolpan-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Aygul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxan Mirziyoyeva ilə birlikdə Altın Balalıq Sağlamlıq və Reabilitasiya Mərkəzi ilə tanış olub. Altın Balalıq Sağlamlıq və Reabilitasiya Mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksək keyfiyyətli tibbi reabilitasiya xidməti göstərir və onların istirahətini təmin etməkdir. Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununa dək reabilitasiya üçün 50-liyi olan uşaqları qəbul edir. Xəzər xəbəri izləyirsiniz. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına mediatur təşkil edilib. Jurnalistlərə məlumat verilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı prezidentlərin sayına görə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikincidir. Parkda ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən sənaye parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Vital Hospital kimi tanınan Sağlamlıq və Gözəllik Mərkəzi MMC-də plandan kənar yoxlama keçirilib. Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib. Mərkəzdən bildirilib ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinfeksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyası, sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı aşkarlanıb. Müəssisədə ambulator xidmət üzrə terapevtik, kardioloji, ginekoloji işlər üzrə prosedur otaqları təşkil edilməyib. Biomateriallar ilə rengenlərin soyuducuda bir yerdə saxlanılması aşkar edilib. Aşkarlanan bu və digər pozuntular səbəbindən Sağlamlıq və Gözəllik Mərkəzi MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərarı alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq.
Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın olub. Hadisə Binəqədi rayonu 8-ci mikrorayon ərazisində tullantılar yığılmış sahədə baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bərdədə yaşlı kişi ağac kəsərkən suya yıxılaraq ölüb. Hadisə rayonunun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 79 yaşlı Məhəmməd Cəlilov yuxarı Qarabağ kanalında boğularaq dünyasını dəyişib. İlkin məlumatlara görə o ağac kəsərkən ehtiyatsızlıqdan suya yıxılıb. Onun meyidi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Xəzər rayonunda 45 kiloqramdan artıq narkotik aşkar olunub. Rayon polis idarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı qeyd edilən cinayət əməlini şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. Fariz Xəlilov ifadəsində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. İspaniyanın Şimali Afrikadakı Ceuta Muxtar şəhərində qeyri-qanuni miqrasiya cəhdləri səbəbindən gərginlik yaşanıb. Mərakeş sahillərindən üzərək İspaniya ərazisinə keçməyə çalışan miqrantların ən azı 34-ü həlak olub. Mərakeş və Ərcəzair vətəndaşlarının da olduğu bildirilən 800-dən çox miqrant Mərakeş və İspaniyanın patrul qüvvələri tərəfindən saxlanılıb. İspaniyanın dəniz xilas etmə xidməti dənizdən 300-dən çox şəxsi xilas edib. Yerli kütlə informasiya vasitələrinin yaydığı məlumata görə son 60 mindən çox miqrant Mərakeşdən üzərək Ceutaya çatıb və bu rəqəm şəhər əhalisinin 70%-ni təşkil edir. Ceutada bəzi miqrantlarla yerli sakinlər arasında gərginlik yaşandığı bildirilir. Artan təzyiq fonunda İspaniya hökuməti sərhəd təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib. İspaniyanın baş naziri Pedro Sánchez sosial şəbəkədə paylaşdığı açıqlamada hökumətin vəziyyətə operativ reaksiya verdiyini də bildirib. Pakistanın cənub-qərbində yerləşən Bəluçistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı 34 nəfər həlak olub. Mədən sahibinin sözlərinə görə hadisəyə metan qazının partlayışı səbəb ola bilər. Qəza zamanı mədəndə 42 işçinin olduğu bildirilir. Hazırda dağıntılar altında qalan digər şaxtaçıların xilas edilməsi üçün əməliyyat aparılır. Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Tataristan və Dağıstan respublikalarına zərbələr endirib. Rusiya mediasının məlumatına görə Tataristanın Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərindəki neft emalı zavodları, habelə Rusiyanın Volqograd şəhərində Wildberry şirkətinin anbarları və logistika mərkəzi də hücuma məruz qalıb. 44 min kvadrat metrlik bu logistika kompleksi Volqograd, Həştərxan və qonşu bölgələr üçün əsas logistika mərkəzidir. Kazan, Nijnekamsk və Buqulma hava limanlarında uçuşlara müvəqqəti olaraq məhdudiyyətlər tətbiq edilib. Dron təhlükəsi barədə həyəcan siqnalı elan edilib. Rusiyanın Xəzər donanmasının bazasının yerləşdiyi Dağıstanın Kaspiysk limanına da hücumlar barədə qeydlər alınıb. Dronların vurulması, həmçinin dağıntılar və zərər çəkənlər barədə rəsmi məlumat verilməyib. Bu qədər hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə.